Neyse. İnşallah. Mən də gözləyirəm yazsın. Deməli, ədədin loqaritması. Loqaritma elə bir çətin bir şey deyildi. Ədədin loqaritması o idi ki, yəni tərif bu şəkildə verilir ki, B ədədini almaq üçün A-nın yüksəldildiyi qüvvət üstünə B ədədinin A əsasdan loqaritması deyilirdi. Yəni biz, məsələn, tutaq ki, loqaritma 2 əsasdan 8 nə idi? 8-i almaq üçün 2-ni neçənci dərəcədən qüvvətə yüksəltmək lazımdır? 3. Yəni, ədədin loqaritması bu deməkdir. Yəni, mən bu ədədi almaq üçün bunu neçənci dərəcədən qüvvətə yüksəltməliyim. Yəni, belə desək, B A üstü neçəyə bərabərdir? Budur bizim məqsədimiz loqaritmada. Yəni, loqaritm, tutaq ki, 2-də 1 əsasdan 16-da 1. Bunun cavabı nədir? 4. Bəli. Yəni, biz 16-da 1-i almaq üçün, yəni buna bir x desək, tutaq ki, bunu bəzən izah eləyəndə tənliyi kimi də izah edir, amma o tənliyə ehtiyac yoxdur burada. Yəni, məsələn, bu deməkdə biz 16-da 1 almaq üçün 2-də 1-i neçənci dərəcədən qüvvətə yüksəltməliyik? 4-cü dərəcədən. Bu, ədədin loqaritması deməkdir. Onu da qeyd edeyim ki, loqaritm A əsasdan B yazılışında A sıfırdan böyük, birdən fərqli, B də sıfırdan böyük olmalıdır. Yəni, bu yazılışdakı A, yəni loqaritmik funksiyanın əsası olan A ədədi sıfırdan böyük, birdən fərqli olmalıdır. Arqument olan B də yenə sıfırdan böyük olmalıdır. Yəni, məsələn, loqaritm 3 əsasdan -7 şəklində ifadənin mənası yoxdur. Bunu da nəzərinizdə saxlayın. Çünki biz, məsələn, 3-ün üstü nəsə -7 ala bilməyəcəyik ona görə. İndi, gələk loqaritmanın xassələrindən qabaq bunu deyim. Əsası 10 olan loqaritmaya onluq loqaritma deyilirdi. Qısaca LGX yazılır. Yəni, oxunanda loqaritm 10 əsasdan x oxuyuruq. Qısaca qısa yazılışı budur. Əsası y olan loqaritmaya natural loqaritma deyilirdi və ln x. Bu ln-dır. Ln x adlanır natural loqaritma. Əsası y ədədidir. Y ədədinin təqribi qiyməti 2,7-dir. Yəni, bu bizə haradasa müqayisədə və s. lazım olacaq. Ona görə təqribi qiymətini bilməliyik. Məsələn, ln y kvadratı deyəndə, yəni biz başa düşürük ki, y kvadratı y üstü neçə deməkdir? Y üstü yazıldı 2 deməkdir. Yəni, bu ən sadəsidir ki, birbaşa üzərində qüvvəti görünür. Yəni, məsələn, ln 1 böl y üstü 3. Bu o deməkdir ki, biz y üstü 3'ü yazırıq 1 böl y üstü -3. Sualın cavabı olur -3. Və yaxud onluq loqaritma. Yəni, LG yazılsa da, yəni biz bunu oxuyana loqaritm 10 əsasdan 1000. Yəni bu loqaritma 10 əsasdan 1000 deməkdir. 1000 də 10 üstü neçədir? 3 deməkdir. Loqaritmanın xassələri. Birincisi, bilməliyik ki, loqaritm A əsasdan A bizə 1 verir. Çünki A üstü 1 A deməkdir. Yəni, loqaritm 3 əsasdan 3'ün qiyməti 1'dir. Və yaxud loqaritm kök altda 2 əsasdan kök altda 2'nin qiyməti 1'dir. 2 yazmıram, o da elə 1 daxilində gedirəm. Loqaritma A əsasdan 1, 0 verir. Çünki istənilən ədədin üstü 0, 0-dan fərqli, istənilən ədədin üstü 0 bizə 1 verirdi. Yəni, məsələn, loqaritm 3 əsasdan 1, 0'dır. Loqaritm 7'də 1 əsasdan 1, cavab 0'dır bunların hamısının. Sonra, loqaritm A əsasdan 1 böl A-nın qiyməti -1'dir. Çünki A üstü -1, 1 bölünsün A deməkdir. Yəni, məsələn, loqaritm 3 əsasdan 3'də 1, -1 verir. Və yaxud loqaritm 0,2 əsasdan 5, başa düşür ki, 0,2 5'də 1 deməkdir. Bu verir -1. Və yaxud loqaritm 2 minus kök 3 əsasdan 2 plus kök 3 verir -1. Niyə? Çünki 2 minus kök 3 ilə 2 plus kök 3 hasili 1 elədiyi üçün qarşılıqlı tərs ədədlərdir. Yəni, o da onun tərsi olduğu üçün deməli, bu loqaritmanın qiyməti bizə -1 verir. İkincisi, loqaritm A əsasdan x üstə gəlinsin loqaritm A əsasdan y bizə loqaritm A əsasdan
x, y verirdi. Yəni, əsasları eyni olan loqaritmləri topladıqda, əsas olduğu kimi qalıb arqumentlər vurulmalıydı. Və yaxud loqaritm a əsasdan x çıxılsın loqaritm a əsasdan y yazılışı, loqaritm a əsasdan x bölü y. Bunu tərzə yazmaq məcburiyyətində deyiləm. Onsuz da bölməni görmək olur. Bunlara aid misal nümunəsi göstərək. Məsələn, loqaritm 10 əsasdan 8, üstə gəl loqaritm 10 əsasdan 125. 10 əsasdan 825. Bəli, 8-i 125-ə vururuq, eləyir 1000. 1000 də 10-un kubu olduğu üçün sualın cavabı eləyir bu. Və yaxud loqaritm 3 əsasdan 96 çıxılsın loqaritm, bir cərəqə 2 əsasdan yazmaq istəyirdim, 3 əsasdan yazmışam. 2 əsasdan 8. Yox. 3 əsasdan 32. Nə vaxt alınır? 32 almaq istəyirəm, bəli. 96 böl 3. Loqaritm 2 əsasdan oldu 32. Bunun da cavabı elədi 5. Sonra loqaritmanın qüvvətlə bağlı olan xassəsi. Loqaritm a əsasdan x üstü n. Daha sonra m yazaq, aşağıdakı n yazarıq, fərqi yoxdur. M vurulsun, loqaritm a əsasdan x verir. Bunun a-nın üstündəki qüvvət üstü isə 1 bölünsün olaraq keçir qarşıya. Bunun ikisi olanda ikisinə görə də keçirməyimizi yerinə yetiririk. Məsələn, loqaritm 8 əsasdan 2-də biz fikirləşməkdən ki, 2-nin üstü neçə 8 eləyir? Belə bunu rahatlıqla yazırıq, 2-nin üstü 3. O 3 tərsinə keçir qarşıya. Loqaritm 2 əsasdan 2, burada 2 var yəni. Verir 3-də 1. Və yaxud loqaritm 4 əsasdan 32. Bunun neçə olduğunu bilmək üçün 4-ü 2-nin kvadratı, 32-nin də 2-nin üstü 5 yazırıq. Bu 5 olduğu kimi bu 2-də 1 tərsinə keçir qarşıya. Sualın cavabı olur 2-də 5. Sonra, loqaritmanın digər bir xassəsi əsas loqaritmik eynilikdir. Yəni, a üstü loqaritm a əsasdan b bizə verir b-ni. A üstü loqaritm a əsasdan b. Yəni, 3 üstü loqaritm 3 əsasdan 7 ifadəsinin qiyməti 7-yə bərabər. Bu, əsas loqaritmik eynilik adlanır. Burada biz bu şəkildə də bir ifadə görürük. A üstü loqaritm b əsasdan c-ni, c üstü loqaritm b əsasdan a şəklində yaza bilərik. A ilə c-nin yerini dəyişə bilərik. Əslində bu xassə onun sinif dərsində yoxdur. Onu 6-cı xassənin köməyi ilə işləmək olur. Sadəcə əlavə vəsaitlərin hamısında bu var. Yəni bu düsturdan istifadə etmək işimizi daha da əlverişli hala gətirir. Yəni məsələn, tutaq ki, mən 8 üstü loqaritm 2 əsasdan 9-u hesablamalıyam. Burada 9 ilə bunun yerini dəyişdim, yəni 8-in yerini. O mənə 3 verdi. Bu da verdi 9-un kubu 729. Düz oldu da 81,9. Yəni bu xassə ilə bunu hesablaya bilirik. Və yaxud qüvvətin xassələri və bu xassələrin daxil olduğu belə bir misallar. Tutaq ki, belə bir sual verilirdir. Bu sualda biz əvvəlcə qüvvətin xassəsinə görə bunu başa düşürük ki, əsasları eyni olan qüvvətləri vuranda üstlər toplanırdı. Bunu ayırıb yazırıq 4 üstü 1 vurulsun 4 üstü loqaritmə 2 əsasdan 3. Sonra da ikinci ifadədə 3 ilə 4-ün yerini dəyişə bilərik. Bu zaman alınıb 3-ün kvadratı, yəni 4 vur 9 edir 36. Həmçinin biz bunun çıxma şəklində olan misallarda da görürük. Tutaq ki, belə bir misal görürük. Bunu yazırıq 9 bölünsün. 9-un üstü loqaritma 3 əsasdan 2. 2 ilə 9-un yerini dəyişmək olar. Bu zaman məxrəcdə 2-nin kvadratı, yəni 9 böl 4 eləyir 2 tam 4də 1 və ya 2 tam %25. Sonra neçə dəqiqə loqaritma bunu dedik. Bəli, bir əsasdan başqa əsasa keçmə düsturu. Loqaritm a əsasdan b-ni, loqaritm c əsasdan b bölünsün c əsasdan a kimi yazmaq olar. Buna deyirlər bir əsasdan başqa əsasa keçmə. Çünki biz
bərabərliyin sol tərəfində A əsasdan olan loqaritmaları sağ tərəfdə C əsasdan olaraq göstərdik. Həmçinin bunu biz bəzən bu şəkildə də görürük nəticə olaraq. Loqaritm A əsasdan B-ni loqaritm B əsasdan C-yə vurduqda loqaritm A əsasdan C alınır. Bu xassisə 2 dənə yox, bir neçə bu şəkildə vuruq üçün də doğrudur. Yəni loqaritm A əsasdan B, vurulsun loqaritm B əsasdan C, vurulsun loqaritm C əsasdan D nəticədə bizə loqaritm A əsasdan D-ni verirdi. Yəni bunları necə? Kobud şəkildə desə ixtisar gedir. Amma əsli, bəli, üstünə xətt çəkmirik. Əsası yuxarıdakı düstura görədir. Yəni o düsturdan aldığımız nəticə budur. Yəni məsələn, tutaq ki, mənə verib ki, loqaritm 2 əsasdan 7, vur loqaritm 7 əsasdan 10, vur loqaritm 10 əsasdan 16-nı hesabla. Bəli, yekun cavab odur. Amma bunu mən əslində əsas loqaritm, əsas deyirəm, bir əsasdan başqa əsasa keçmə düsturu ilə, yəni 8-ci düsturla uzadası olsam belə yazmalıyam. Onların hamısını 2 əsasına gətirməliyəm. Yəni bunu yazmalıyam. Loqaritma 2 əsasdan 10 bölünsün 2 əsasdan 7. Elə ki, C-ni mən seçdim 2. Bunu da yazmalıyam. Loqaritma 2 əsasdan 16 bölünsün loqaritma 2 əsasdan 10. Bu bunu ilə getdi. Bu bunu ilə getdi. Nəticədə nə qaldı? Loqaritm 2 əsasdan 16 qaldı. Yəni 4. Aydınmı? Yəni kobud şəkildə birbaşa onun nəticəsini loqaritma 2 əsasdan 16 kimi yaza bilirik. Həmçinin bu xassədən bunu da əldə edirik ki, loqaritm A əsasdan B bərabərdir 1 bölünsün loqaritm B əsasdan A və ya loqaritm A əsasdan B vurulsun loqaritm B əsasdan A bərabərdir 1. Yəni əsasdan arqumentin yeri dəyişikdirsə bunun hasili 1 edir. Bunu biz bu cür suallarda məsələn istifadə edə bilərik. Loqaritm 49 əsasdan 8 vurulsun loqaritma 4 əsasdan 7 yazılır. Daha sonra burada 7 ilə 49-u ixtisar edeyim, 8 ilə 4-ü ixtisar edeyim, zat eləmirik. Belə şeylər yoxdur. Burada sadəcə qüvvətləri ayırırıq. Bu 7-nin kvadratı, bu 2-nin kubu, bu 2-nin kvadratı, bu da 7. Bayaq dediyimizə görə bu olur 3 böl 2. Yəni 3 və 2-də 1 kimi keçirlərdi, yəni qabağa. Loqaritma 7 əsasdan 2. Buradan da bu 2, 2-də 1 olaraq keçir qabağa, loqaritma 2 əsasdan 7. İndi dediyim qaydaya görə bununla bunun hasili bir-birinin tərsi olduqları üçün 1 edir. Ona görə də sualın cavabı olur 4-də 3. Aydın mı? Yəni bu xassələr, bu saydığımız xassələr bizə loqaritmik ifadələrin sadələşməsi üçün kifayət edir. Sadəcə misallar eləsi olacaq ki, bu xassələrin birini yox, bir neçəsini tətbiq eləməli olacaq. Məsələn, içdə loqaritmalar varsa, biz bunu içərdən çölə doğru hesablayaraq getməliyik. Məsələn, loqaritm 3 əsasdan yazıb ki, 2 əsasdan 64. Yox, 64 yox, 9 olması üçün 512. Belə bir misal yazıb tutaq ki mənə. Mən birinci bunun içərdəkisini hesablamalıyam. O mənə verməlidir 9. Sonra da bunu hesablamalıyam, eləməlidir 2. Və yaxud belə bir misal verir. Deyir ki, loqaritm 2 əsasdan 13 hansı iki ardıcıl tam ədəd arasında yerləşir? Bunun üçün belə deyək. Biz bunun qiymətinə bir x desək, başa düşürük ki, 2 üstü x 13'dür. 13 2-nin hansı qüvvətlər arasında yerləşir? Bəli. Yəni 13 2-nin bu qüvvətləri arasında yerləşdiyi üçün deməli x də yerləşir 3 ilə 4-ün arasında. Yəni məsələn sual verir ki, bu ədədin tam hissəsi neçədir? Bu ədədin tam hissəsi 3-dür. Və yaxud bu ədədin kəsir hissəsi neçədir? Əgər tam hissəsi 3-dürsə, bunun kəsir hissəsi ədəd çıx tam hissə. Bu şəkildə də bunun kəsir hissəsi sayılır. Daha bunu hesablamırıq, sadələşdirmirik. Elə bu formada da görürük. Və yaxud deyir loqaritm m-in kvadratı əsasdan n 7-dirsə, loqaritm n əsasdan m-i tapın. Tutaq ki, biz burada 2-ni bilirik ki, tərsinə olaraq keçirdirik qarşıya. Oradan da hər tərəfi 2-yə vurduqda elə də 14. Əgər bu 14-dürsə, bu ifadənin qiyməti nə olur? 14-də 1 olur. Və yaxud bu şəkildə misallar loqaritm belə bir dəqiqə tərs yazdım.
3'ün üstü loqaritm 7 əsasdan 5 bölünsün 5'in üstü loqaritm 7 əsasdan 3 üstəgəl 1. O üstəgəl 1'i buraya yazsam da bu 3 ilə 1'i topla demək deyil. Yəni onun toplaması olsaydı mötərizə olar. Deyir bu ifadənin qiymətini hesablayın. Bəli, cavab 5'də 1. Mən bunu qüvvətin xassəsinə görə əvvəlcə ayırıb bu şəkildə yazıram. Sonra başa düşürəm ki, bu 3 ilə 5'in yerini dəyişsəm, elə bunundan eyni şey olacaq. Onlar gedir ixtisara, cavab qalır 5'də 1. Sonra, məsələn, belə bir misal. Loqaritm 4 əsasdan tutaq ki, 81 çıxılsın, loqaritm tutaq ki, 2 əsasdan 5. Bu ifadəni sadələşdirməliyim, məsələn. Deyir, sadələşdir. Burada mənim ixtiyarım var ki, həm 81'in, həm də 4'ün üstündən kvadratı azad edeyim. İkisinin də üstündə, baxın, onu yaza bilərik. Loqaritmi A üstü N, B üstü N. Bunların ikisi də N'dirsə, bayaq dediyimiz qaydaya görə bu N'lər qarşıya keçəndə qalır loqaritm A əsasdan B. Yəni, eyni dərəcədən qüvvəti oradan aparmaq olar. Onda qalacaq loqaritm 2 əsasdan 9. Bunları da bilirik ki, çıxanda bölməliyik. İndi mənim burada məqsədim ədəd deyildi, sadəcə düsturu göstərmək idi ki, necə sadələşdirə bilərik. Yəni, bunu bu şəkildə sadələşdirmək mümkün. Çünki çıxma və toplama olan o xassəni tətbiq edə bilməyimiz üçün bizdə əsaslar eyni olmalıdır. Eyni deyilsə, biz onları ya qüvvətdən istifadə edərək eyniləşdirib gətirməliyik ki, hesablaya bilək. Sonra burada ağlıma gəlməyən, amma ifadə edəcəyim suallar yadıma düşdü. Məsələn, deyək ki, loqaritm 2 əsasdan 3 A-dır, loqaritm 2 əsasdan 5 B-dir. Onda loqaritm 2 əsasdan 15 nədir? Məsələn. Nə? A üstəgəl B. Bax, cavablarda onu da yazırlar. Biz bildik ki, bu 3 vur 5 olduğu üçün loqaritm 2 əsasdan 3 üstəgəl loqaritm 2 əsasdan 5, yəni A üstəgəl B-dir. Və yaxud eyni şərtlər daxilində loqaritm 2 əsasdan 45. Bu nə verər? 2A üstəgəl B. 9 üçün kvadratıdır, amma o 2 qabağa keçməlidir. Biz onu yazdıq, 9 vur 5. Bunu da ayırdıq, loqaritm 2 əsasdan 9 ilə loqaritm 2 əsasdan 5. O 9 3'ün kvadratı olduğu üçün 2'ni qabağa atmalısan ki, sən bunun yerinə A-nı qoya biləsən. Yəni, A-nın kvadratı olmur, 2A olur. 2A üstəgəl B olur. Və yaxud belə bir misal. Loqaritm 2 əsasdan 3A-dır. Loqaritm 5 əsasdan 3B-dir. Deyir, loqaritma 3 əsasdan 10'u A və B ilə ifadə edin. Aha. Bəli. Bu 2 vur 5 olduğu üçün oldu loqaritm 3 əsasdan 2 üstəgəl loqaritm 3 əsasdan 5. Sonra da biz axı dedik ki, bu əsasən arqumentin yeri dəyişirsə tərsi olur. Oldu 1 böl A, 1 böl B, ortaq məxrəcə də gətirəndə alındı bu. Yəni, əsasən arqumentin yeri dəyişirsə, onun qiyməti də tərsinə dəyişmiş olur. Buyur. Öyle bir nəsə deyirsən, onu görəm. Sonra necə? İçində verməyəcəklərim də olacaq da, baxacam. Məsələn, belə bir misal. Loqaritma 2 plus kök 3 əsasdan 7 üstəgəl 4 kök 3. Onun kvadratıdır. Bəli, yəni üzünə baxanda görürük ki, müxtəsəri kvadrata yüksəltsək bunu 4, onun hasilini ikimizi 4 kök 3 və 3. Yəni, bəli, cavab 2'dir. Çünki biz görürük ki, bu ifadə bunun kvadratıdır. Ona görə də cavabı 2 olur. Bu şəkildə. Son.